Son illər peşə təhsilinə maraq əhəmiyyətli dərəcədə artıb. Bu artım peşə təhsilinin əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsinin vacibliyini daha da ön plana çıxarır. Bu fikirlər Qəbələdə keçirilən peşə təhsilində keyfiyyətin idarə olunmasına doğru daxili keyfiyyət təminatının formalaşması adlı forumda səsləndirilib. Tədbirin əsas məqsədi peşə təhsili müəssisələrində institusional idarə etmənin təkmilləşdirilməsi, daxili keyfiyyət təminatı sisteminin formalaşdırılması və keyfiyyət mədəniyyətinin təşviqidir. Tələbə yönümlülük eyni zamanda əmək bazarının gözləntilərinə cavab verməkdir. Yəni yekunda təhsil müəssisəmizin məzunu əmək bazarına uyğun olaraq hazırlanırmı və yekunda müvafiq rəqəmsallaşma fonunda onun daha səmərəli ərsəyə gəlməsi üçün məzmun necə təkmilləşdirilməlidir? Bu istiqamətdə dünya ölkələrinin təcrübəsi nədən ibarətdir və yekunda ölkəmizdə bu istiqamətdə hansı uğurlar var, hansı çağırışlar var, bunlar müzakirə olunur.